Eyler Akademinin təşkil etdiyi 9-cu sinif buraxılış sınavının qrammatika sualları. When my friends to the party, I will be very happy. When-dən öncə will işlədilibsə, necədir öncə? Yəni ki, orada vergüldən sonra qoyulan cümlə əslində when-dən əvvəl olmalı idi belə. I will be very happy when my friends. Deməli, gələcək zaman gördüksə, indiki zamandan uzlaşar. İndiki zaman da burada come var. Bir də ki, doesn't come var. Came keçmişdir, irregular verbdir. Deməli, iki will götürə bilmərik. Gələcək zaman gələcəklə uzlaşmaz. Gələcək keçmişlə uzlaşmaz. B və Y arasında qalsaq, friends cəm isimdir. Cəm isimlərdə doesn't yox, don't olsaydı doğru olardı. Cavabımız olur Y variantı. Keçək növbəti suala. 14-cü sualda nə istəyir bizdən? Choose countable nouns. Sayılan isimləri seçin. Decision sayılan isimdir. Qərar. Honesty burada dürüstlükdür, sayılmır. Knowledge, bilik sayılmır. Luck sayılmır, uğurdur. Idea sayılır, season da sayılır. Cavab olur 1, 3, 5 və C variantı. 15-ci sualda she decided to buy a new dress, but the dress she found was too expensive. İlk dəfə adı çəkilib A article, ikinci dəfə adı çəkilibsə D article. Cavabımız olur A variantı. Keçək növbəti suala. 16-cı sualda off var və xəbərimizə fikir verməliyik ki, xəbərimiz nədir? Izdir. Yəni tək xəbərdir. Tək xəbər olanda bizə nə lazımdır? Bosu çıxırıq, sonra olu çıxdıq. No-dan sonra off gəlməz, 4-də çıxıram. Everydən sonra off gəlməz. 2 və 6 cavabımız olur D variantı. Keçək 17-ci suala. 17-ci sualda is a building where important cultural, historical or scientific objects are kept and shown to people. Elə binadır ki, yəni harada ki, orada mədəni, tarixi, elmi əşyalar saxlanılır insanlara göstərmək üçün və bu olur muzey. Cavab olur B variantı. 18-ci sualda my bag isn't enough-dan sonra isim və yaxud da ki, daha doğrusu isim gələr, enough-dan əvvəl sifət və yaxud da zərf gələr. Ona görə burada enough olmayacaq. Much qoya bilmərik Y-də. Much more strong və much stronger olsaydı doğru olardı. Y də səhvdir. Very too ola bilər. My bag isn't very strong və yaxud da too strong. In addition, it isn't big too big enough to carry all my books. Cavab olacaq D variantı. Big enough. Enough-dan qabaq sifət gəlibsə orada enough qoya bilərik. 19-cu sualda Sarah didn't know at the conference, so she felt quite lonely. Əgər o özünü kifayət qədər tənha hiss edirsə, lonely, deməli o heç kimi orada tanımır. İnkar cümlədə ən işlədərik. Cavabımız olur C variantı. Keçək 20-ci suala. Mark joined an organization that provides food for poor. Deməli, Mark kasıblar üçün təşkil olunmuş ərzaq təşkilatına qoşulur. That provides hansı ki, deməli, kasıbları ərzaqla təmin edən təşkilata qoşuldu. Burada Mark joined an organization that provides food for the poor. Cavabımız olacaq B variantı. 21-ci sualda this skyscraper is one of the buildings in the city. Of varsa burada the tallest olacaq, üstünlük dərəcə. Cavab olur 21-də D. 22-də my classmates to that new cafe yesterday. But they, deməli, burada nəyə baxırıq? Yet varsa, deməli, bitmiş zaman olmalıdır, özü inkar və inkar bitmişlik sadəcə A variantındadır. My classmates went to the new cafe yesterday, but they haven't tried its famous cake yet. Hələ də onun dadına baxmayıblar, məşhur kekin. Dünən gediblər, amma hələ də dadına baxmayıblar. İndi deyəcəksiniz ki, zaman uzlaşması uyğun olmadı ki, A variantında. Burada hər cümlənin öz göstəricisi var, ona riayət etmək lazımdır. Göstərici olmazsa zaman uzlaşmasına baxırıq. Cavabımız olur A variantı. 23-cü sualda difficult çətindir. Çətin sözünün antonimi lazımdır. Asan, yəni sadə. Cavab olur B variantı. 24-cü sualda people who drink coffee late at night often can't sleep. Yata bilmirsə, deməli, çox içir ki, yata bilmir. Coffee sayılmayan isimdir. A lot-dan sonra isim gəlməz. Few'dan sonra, man-dən sonra cəm isim gələr. Few'dan sonra da a lot of-dan sonra həm sayılmayan, həm cəm gələ bilər. Cavab olur Y variantı. Gəldi 25-ci suala. My father me drive his car 2 days ago. Deməli, doesn't let me drive his car 2 days ago. Ola bilər. Sonra didn't let me drive
his car 2 days ago. 2 days ago deyirsə didn't let olacaq və let olacaq. Cavab olur 2 və 3. Ago sözünə fikir verməmişdik. Mütləq vermək lazımdır. Keçmişliyi var. Keçmişliyi varsa, üçüncü şəxsdə fe'l s qəbul etməyəcək. Cavabımız olacaq 2 və 3.